Hər kəs salam, kanal yuvamıza xoş gəldiniz. Mən Əsim. Bu günləri saat 3-də oyanıb dərs yazmağa çalışırıq. Deməli, oyanandan sonra biraz yerimdə qıvrandım, yemək yedim, sonra nə bilim, özümə bir dənə kofe düzəltdim, əl üzümü falan yudum, bu bütün işlərimi gördüm, saat oldu 4. Tam 4 olmayıb, hal-hazırda saat 4-ə qalır. Nəysə, sözü çox uzatmıram və indi başlayıram qaydalar yazmağa. Qaydaları yazandan sonra da keçəcəyəm tapşırıqlar eləməyə. Hal-hazırda saat 5-ə qalır 8 dəqiqə və mənim təqribən 2 saata yaxın vaxtım qalıb, çünki artıq 7-də məktəb üçün hazırlaşmağa başlamalıyam və hal-hazırda təqribi bu 52 dəqiqə içində nələr elədim o deyim. Qaydaları dəftərə yazdım, ondan sonra qaydaları öyrəndim və mexaniki iş mövzusundan 32-yə kimi yazmışam. Ortalama da cəmi 141 dənə tapşırıq olmalı idi, səhv eləmirəmsə. Yəni, böyük ehtimalla qutaracağım bu tapşırıqlar saat 7-yə kimi, çünki
hələ ki o qədər çətin deyil. Yəni gedir də özü üçün. Sadəcə video editləməliyəm. Dünənləri çəkdiyim videonu editləməliyəm. Onu bilmirəm necə edəcəyəm. Bu arada bunu da deyim. Hal-hazırda bir ingiliscə podkastlara qulaq asıram. Bu da bilmirəm, hər yerdə hamı deyir ki, ingiliscə podkastlara qulaq asın. Ən azından qulaq eşitsin falan, danışığınız düzəlməli olar, aksent söhbəti də ona görədir. Mən də elə belə qulaq asıram. Yəni təqribi başa düşürəm, amma tamam təqribi başa düşürəm, səhv də başa düşə bilərəm. Bilmirəm, sadəcə qulaq asıram prosto. Deməli, hal-hazırda saat 7-yə işləyir 9 dəqiqə. Mən fizikanı hal-hazırda bitirdim. Ortalama 15-ə ya 20-yə yaxın bəlkə də yazmadığım sual oldu. O suallar da yəni biraz uzun idilər, yəni indi hal-hazırda baxmadım. Məktəbdə tənəffüsdə falan vaxt tapdıqca baxacağam. Olmasa da evə qayıdandan sonra arada mənim bir təqribi yarım saata yaxın vaxtım olur. Həmin o yarım saat ərzində baxaram o suallara da. Oturub indi videonu editləyəcəyəm. Salamlar bir daha. Məktəbdən qayıtdım və indi təzbazar bir dənə yemək yeyəndən sonra fizika hazırlığına getməliyəm. Hazırlıqdan qayıdandan sonra eləməli olduğum şeylər deyim. Riyaziyyatdan trigonometrik, yəni tüstülər falan var idi. Oyun üstdən tüstü idi səhvləmirəmsə. Oturub onları öyrənməliyəm. Ondan sonra Zipgraddən əgər tapşırığımız varsa, oturub həmin tapşırıqları işləməliyəm ki, inanmıram müəllim tapşırıq əlavə eləsin. Ən axırıncı əlavə elədiklərində yazmışam. Yəni inanmıram Zipgraddə bir tapşırığımız olsun. Ondan sonra Python öyrənməliyəm, ingilis dil öyrənməliyəm və idman öyrənməliyəm. Bu günlük yəni eləməli olduğum şeylər bu qədər deyilər və bu günlərdə axşam onlayn dərsimiz var. Çalışacağam ki, yəni o dərsdə tez qutarsa əla olar. Ən azından 11-ə kimi qutarsa əla olar ki, mən 11-cüyə yatmış olum. Yəni bu gün məsəl üçün həqiqətən çox qəşəngdir. Səhər oyanıb bütün işlərimi falan həmin o tezdən görmüşəm, videomu da editləyib paylaşmışam falan. Yəni səhər oyanmaq, yəni vaxtında tez yatıb, həmin o səhər tezdən oyanmaq falan çox qəşəngdir. Hələ ki ləzzətli gedir günüm. Bu qədər. Çox da bir şey danışmayacağam çünki vaxtım azdır. Geri tez-tezar yemək yeməliyəm və evdən çıxmalıyam. Yəni maçı azıcıqdan qayıdandan sonra açaram kameranı.
Hal-hazırda evdən çıxdım. Yusiflə məhliyə çıxacağıq və saat da hal-hazırda 8-dir. Üzümü yenə görmürsüz çünki işıq falan yoxdur buralarda. Sadəcə sesimi eşidirsiniz. Bunu da bilmirəm necə həll edəcəm, amma həll etməyə çalışacağam. Nəysə, deməli hazırlıqdan qayıdandan sonra oturub riyaziyyatdan trigonometriya düsturlarını falan öyrəndim. Ondan sonra zip-grade sənəmə tapşırıqlarımız falan var imiş. Oturdum onları işlədim və çox da belə başqa bir şey eləyə bilmədim. Ortalama günə nəticə verməli olsaq, gün əslində çox da məhsuldar değildi. Amma səhər oyanmağı, səhər tez oyanmağın əslində doğrudan bir müsbət tərəfi var imiş. Daha rahat oldu, gün daha uzun gəldi mənə. Belə çalışacağım bundan sonra, yəni bu dəfə kimi 3-də oyanmasam da, ən azından belə 4 gün, 5 gün falan oyanım. Çünki yaxşıdır doğrudan da. Bu günləri sadəcə Python-u öyrənə bilmədim, qalan hər şeyi elədim. Python-dakı böyük ehtimalla vaxt qalmayacaq, onlayndan sonra vaxt qalmayacaq böyük ehtimalla. Amma vaxt qalsa, təbii ki, ona da baxacağam. Prosta 11-ə kimi yatmalıyam deyə inanmıram da vaxt qalsın onlayn dərsdən sonra. Nəysə, uzun sözün qısası bu videonu burada bitirirəm. Sabahki videoda görüşərik, özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın və bunu dediyim ki, yavaş-yavaş vlogların formatını dəyişməyə çalışıram. Bu 2-3 gün ərzində də buna öyrəşməyə çalışacağım. Ona görə 2-3 günlük bəzi problemlər falan varsa üzr sayın. Amma düzələcək, düzəltməyə çalışıram ən azından.